Salam, hər vaxtınız xeyir olsun, dəyərli yoldaşlar. Mahir Sərkərli və Fuad Quliyevin müəllif olduğu Coğrafiya Sağlar toplusunda sualların izahlarına davam edirik. Növbədə sınaq 14 var. Birinci sualdan başlayaq. Birinci sualda qeyd olunur ki, 22 iyun tarixində günorta vaxtı şaquli bastırılmış eyni ölçülü dirəklərin kölgələrinin uzunluqları öz uzunluqlarına bərabər olan iki coğrafi enlik arasında qalan ən qısa məsafə. Deməli, bilirik ki, cismin kölgəsi öz uzunluğuna bərabər olur nə vaxt? Həmin cismin üzərinə günəş 45 dərəcə bucaq altında düşdüyü zaman. İndi biz tapmalıyıq ki, 22 iyun tarixində hansı məntəqələrə günəş 45 dərəcə bucağına düşür? 22 iyunda günəş şimal tropiki üzərində zenitdə olur. Yazarıq, günəşin düşmə bucağı bərabərdir. Yəni 45 dərəcə bərabərdir 90 dərəcə çıxılsın. Həmin o coğrafi enlik, onu x-la işarə edək, plus minus 23,5 dərəcə. Buradan x bərabərdir. Demək, alırıq ki, x bir dəfə olacaq. 90 çıxılsın x bərabərdir 45. Deməli, x1 bərabərdir 21,5 dərəcə şimal enliyi, x2 bərabərdir 68,5 dərəcə şimal enliyi. Deməli belə, indi bu iki məntəqə arasındakı məsafə olacaq nə qədər? 68,5-dən 21,5-i çıxarıq, eləyər 47 dərəcə. Və dərəcəni də kilometrə çevirmək üçün 111-ə vurmaq lazımdır. İndi sualın ikinci hissəsinə baxaq. İkinci hissəsində deyir ki, 22 dekabr tarixində günorta vaxtı şaquli bastırılmış eyni ölçülü dirəklərin kölgələrinin uzunluqları öz uzunluqlarına bərabər olan zaman, yenə də həminki məlumatdan söhbət gedir. Yenə də eyni düstur, eyni məlumatlar qeyd olunur. Yazırıq 45 dərəcə bərabərdir 90 çıxılsın x plus minus 23,5. Niyə? Çünki 22 dekabrda da günəş 23,5 dərəcə cənub enliyində, cənab tropiki üzərində zenitdə olur. Buradan da x1 bərabərdir 21,5 dərəcə, x2 bərabərdir 68,5 dərəcə. İndi bunlar arasındakı məsafə fərqini bizdən soruşur. Təbii ki, 0 dərəcə olar. Çünki hər iki hesablamamızda eyni cavablar almışıq. Cavablar 0-dır. Yəni, Y variantı. Növbəti sualımız ikinci sualdır. Sahəsi 7000 kvadrat kilometr olan Qazax Tovuz İqtisadi rayonunun dairəvi diaqramı qurularkən uyğun sektor bucağı respublikamızın ümumi sahəsi ərazisinə görə nə qədər olar? Azərbaycanın ümumi sahəsi nə qədərdir? 86,6 min kvadrat kilometr. Bu bizim ümumi sahəmizdir. Bəs Qazax Tovuz İqtisadi rayonunun sahəsi nə qədərdir? 7000 kvadrat kilometr. İndi biz bunu sektor bucağı ilə ifadə etsək, bilirik ki, sektor bucağı maksimum 360 dərəcə olur. Çünki çevrə formasındadır. Çevrənin də dərəcəsi 360 dərəcədir. Demək, 86,6 min kvadrat kilometr ölkəmizin tam sahəsidir. Yəni, 360 dərəcə sektor bucağına bərabərdir. Bəs 7000 kvadrat kilometr neçə dərəcəyə bərabərdir? X dərəcə. Buradan x bərabərdir 7000-i 360-a vurub 86.600-ə bölərik. Bu da eləyər 29,1 dərəcə olacaq. Cavab C variantı. Üçüncü sual. 22 iyunda şimal yarımkürəsində yerləşən və şimala tərəf meyilli olan düzənliyə günorta vaxtı günəş şüalarının düşmə bucağı 66,5 dərəcədir. Düzənliyin şimal istiqamətə meyilliyinin 12 dərəcə olduğunu bilərək, bu düzənliyin hansı coğrafi enlikdə yerləşdiyini və bu coğrafi enlik üçün xarakterik olan daimi küləyin istiqamətini müəyyən edin. Gəlin baxaq. 22 iyunda günəş harda zenitdə olur? 23,5 dərəcə şimal enliyi, yəni şimal tropiki üzərində zenitdə olacaq. Bura günəşin düşmə bucağı nə qədərdir? 66,5 yazıram. 66,5 dərəcə bərabərdir 90 çıxılsın. Biz coğrafi enliyi bilmirik. Həmin enlik x-la işarə edək. Və burada bir diqqət eləyək. Məntəqə, düzənlik özü harada yerləşir? Şimal yarımkürəsində. Bəs günəş harada zenitdədir? 22 iyun elə şimalda. Məntəqə ilə günəşin zenitdə olduğu enlik eyni yarımkürəyə düşdüyünə görə burada toplama şərəsi qoyulacaq. Plus 23,5 dərəcə və meyillik məsələsinə baxaq. Meyillik haradır? Şimala.
meyillik şimaladır. Şimal yarımkürəsində yerləşən və meyilli ilə şimal olan hər hansı bir ərazidə o meyillik dərəcəsinin çıxmaq lazımdır təbii ki. Yazırıq çıxılsın 12 dərəcə bərabər 66,5. Yox, yazmışam onu. Onu yazmağa ehtiyac yoxdur. Buradan x bərabər olacaq 35 dərəcəyə. 35 dərəcə şimal enliyi. Və 35 şimal enliyinə daimi küləklərdən təbii ki, qərb küləkləri təsir göstərir. Cavab olacaq A variantı. Və biz bilməliyik ki, şimal yarımkürəsində yerləşən hər hansı bir dağın meyilliyi və yaxud da düzənliyi meyilliyi şimaladırsa, meyillik dərəcəsini çıxırıq. Şimal yarımkürəsində yerləşən hər hansı bir ərazinin meyilliyi cənubadırsa, həmin o meyillik dərəcəsini toplamaq lazımdır. Bunun tərsi də doğrudur. Cənub yarımkürəsində yerləşən hər hansı bir məntəqənin meyilliyi şimaladırsa, toplayırıq. Cənubadsa çıxırıq. Belə, 3A. 4-cü sual. Xəritə sxemi əsasən verilmiş nöqtələrdən hansılarında günəş il ərzində üfüqün yalnız şimal tərəfində görünür? Deməli, bu günəş şüalarının üfüqün üzərində il ərzində paylanması məlumatı var. Necə olur? Bəzi məntəqələr var ki, günəş orada ilin bütün vaxtı ancaq cənubda görsənir. Cənubda. Müəyyən məntəqələr var ki, günəş orada ilin müəyyən vaxtları ancaq şimalda görsənir. Və müəyyən məntəqələr var ki, günəş orada həm şimal, həm də cənubda görsənir. Cənubda. İndi bu hansı məntəqələrdir? Şimal tropik xəttindən yuxarıda yerləşən məntəqələrin hamısında günəş il ərzində cənubda görsənir. Cənub tropik xəttindən aşağıda yerləşən məntəqələrdə günəş həmişə şimalda görsənir. Tropik xəttlərin üzərində, tropik xəttlərin daxilində yerləşən məntəqələrdə isə günəş həm şimal, həm cənubda görsənə bilər. İndi baxaq, bizdən nə soruşur? Deyir, günəş il ərzində üfüqün yalnız şimal tərəfində görünür. Biz nə götürməliyik? Götürməliyik cənub tropik xəttindən cənubdakı məntəqələri. Bax, buradan keçir cənub tropik xətti təxminən 23,5 buradan keçir. Burada düşür bir 4-cü rəqəm, bir də ki 5-ci rəqəm. Bu məntəqələrdə günəş ancaq il ərzində üfüqün yalnız şimal tərəfində görünür. Cavablar 4-lə 5, yəni D variantı olar. 5-ci sualda deyir, düzgün fikirləri müəyyən edin. Qarabağ iqtisadi rayonunun Araz çayı sahillərində yalnız bir inzibati rayonu yerləşir. Bəli, bu fikir doğru fikirdir və həmin inzibati rayon da Füzuli inzibati rayonudur. Bir doğrudur. 2. Meyilliyi 55-65 dərəcə və olan dağ yamaclarında terraslaşdırma apararaq əkinçilik həyata keçirmək mümkündür. Demək, meyillik dərəcəsi 55-65-dirsə, artıq orada meyillik çoxdur. Yəni, orada əkinçilik üçün yararsız bir meyillik dərəcəsidir bu. Meyilliyi maksimum 12-15 dərəcə olan ərazilər üçün əkinçiliyi inkişaf etdirmək olar. 2 səhvdir. Deməli, 1-3-5, 1-4-6. Birləşmiş Ərəb Əmirliklərinə gələn ali təhsilli immiqrantların xüsusi çəkisi Kanadaya gələn ali təhsilli immiqrantların xüsusi çəkisindən daha çoxdur. Bu fikir yanlış fikirdir. Çünki Kanada özü ali təhsilli immiqrantların sayına görə öndə duran ölkələrdən biridir. Ona görə 3 də səhvdir. 3-ü götürmürük. Cavab olacaq Y variantı 1, 4 və 6. 4-də qeyd olunur ki, ölkəmizdə qadınların orta ömrü müddəti kişilərin orta ömrü müddətindən daha yüksəkdir. Bu doğru fikirdir. Və 6. Aerozollar duman və buludun əmələ gəlməsi üçün zəruridir. Bu da doğru fikirdir. Cavab olar 1, 4, 6. Yəni Y variantı. 6-da deyir ki, doğru olmayan fikirləri müəyyən edin. 1. Seismik cəhətdən fəal olan bütün ərazilərdə fəaliyyətdə olan vulkanlara rast gəlinir. Bütün ərazilərdə deməyək də. Çünki tutaq ki, Alp-Himalay seismik qurşağı bilirik ki, seismik ərazilərdir və həmin seismik qurşağın Asiyanın mərkəz hissəsindən keçir və həmin ərazilərdə vulkanlara rast gəlinmir. Yəni, bu fikir səhv fikirdir. Bizdən də doğru olmayanlar soruşuna görə bunu götürürük. Cavabda 1 var. Yer kürəsinin orbit müstəvisinə meyillik bucağı indikindən daha çox olarsa, yerin öz ox ətrafında fırlanma sürəti tropik xəttləri boyunca azalır. Nə demək istəyir burada? Baxın, hazırki vəziyyətdə yerin öz oxa orbit müstəvisinə meyillik dərəcəsi 66,5 dərəcədir. Və buna nəzərən tropiklər 23,5 dərəcələrdən keçir. İndi deyir ki, sualın şərtinə görə bu 66,5 yox, olsun 70 dərəcə tutaq ki, bundan çoxdur, 70 götürürük. Əgər yerin orbit müstəvisinə meyillik dərəcəsi 70 dərəcədən keçirsə, bu zaman tropiklər keçməlidir 20 dərəcədən. Bunların cəmi 90 verməlidir. Əvvəl tropiklər buradan keçirdi 23,5 şimal, 23,5 cənub. İndi keçir 20 dərəcədən. Yəni artıq nə edir? Biraz da özünə yaxınlaşır.
biraz da bir-birinə yaxınlaşır, ekvatora yaxınlaşır. Biz də bilirik ki, ekvator xəttindən qütbə doğru getdikcə paralellərin öz ox ətrafına fırlanma sürəti azalır. Qütblərdən ekvatora doğru gəldikcə fırlanma sürəti artır. İndi fikir verək, ikinci haldakı vəziyyətə fikir verin. Tropiklər nədir? Ekvatora yaxınlaşdı. Yəni onların fırlanma sürəti nədir? Artdı. Amma burada nə deyir? Deyir azalar. Bu fikir səhvdir. Cavabda 2 də var. Demək 1, 2. 1, 2 varsa demək ki D variantında buradan çıxırıq. Ya 3 olmalıdır, ya 4 olmalıdır. Şimali Amerikanın ucqar, cənub ucqar nöqtəsi Cənubi Amerikanın şimal ucqar nöqtəsindən daha cənubda yerləşir. Bu fikir doğru fikirdir. Gəlin bunu biz xəritə üzərində baxaq. Demək, burada baxaq. Mariato burnu Şimali Amerikanın cənub ucqar nöqtəsidir. Qalinas burnu Cənubi Amerikanın ucqar şimal nöqtəsidir. Və Mariato burnu Qalinas burnundan cənubda yerləşir. Bu fikir doğru fikirdir. Üçüncü fikir doğru fikir olduğuna görə sualımızın cavabına götürmək olmaz. 3 səhvdir. Cavab olacaq 1, 2 və 4. B variantı. Gəlin 4-də baxaq. Yay aylarında Bakı şəhərində gündüzün uzunluğu Biləsuvardakindən daha azdır. Bilirik ki, yay aylarında şimal qütbünə doğru getdikcə gündüzün uzunluğu artır. Və Bakı şəhəri Biləsuvardan daha şimalda yerləşdiyinə görə Bakıda gündüzün uzunluğu Biləsuvardakindən daha çox olmalıdır. Amma burada daha azdır deyə, demək bu fikir də səhvdir. Bizə də zaten səhvlər lazımdır. Cavab olaraq 1, 2 və 4. B variantı. 7-də deyir, hansı fikirlər Şimali Amerika materiki üçün xarakterik olub, lakin Cənubi Amerika materiki üçün xarakterik deyil. Deməli, Şimali Amerika üçün xarakterik olsun, amma Cənubi Amerika üçün xarakterik olmasın. 1. Əhalinin təbii artımının ikinci tipinə malik ölkələr mövcuddur. Hər ikisində var. Meksika, Şimali Amerikada, Cənubi Amerikanın isə ölkələrinin çox hissəsi ilə ikinci tip aiddir. Bir ortaqdır, bizə ortaq lazım deyil. 2. Nafta təşkilatına üzv olan ölkələr var. Təbii ki, nafta Şimali Amerika azad iqtisadi zonası hesab olunur və burada əsasən Şimali Amerika ölkələri iştirak edir. Cənubi Amerikada isə belə bir ölkə yoxdur. Demək, bu Şimali Amerikaya aid olub, Cənubi Amerikaya aid olmadı. Cavabda 2 olacaq. Ya 4 ya 5-i götürməliyik. 4-də deyir, üzərində yerləşdiyi litosfer tavası şimal-qərb istiqamətində hərəkət edir. Demək, həm Şimali Amerika tavasıdır bilirik ki, həm də Cənubi Amerika tavası təxminən ilə şimal-qərb istiqamətində hərəkət edir. Bu, ortaq xüsusiyyət kimi götürüləcək. Ona görə sualımızın cavabına uyğun gəlmir. 5-də Kimmeri qırışıqlığında formalaşan dağlar mövcuddur. Kimmeri qırışıqlığında formalaşan dağlar Kordilyerin şərq hissəsini götürmək olar, amma Cənubi Amerikada belə bir dağ yoxdur. Ona görə də 5 Şimali Amerikaya aid olub, amma Cənubi Amerikaya aid deyil. Cavab 2-5, D variantı. 8-də deyir, Daşüz silsiləsi hansı tektonik zonada yerləşir? Daşüz silsiləsi düşür bax bu əraziyə, bura. Burada bilirik ki, deməli, Kür çökməsi, Kür tektonik çökməsi təbii zonasına, təbii zonası yox, tektonik zonasına düşür bu ərazilər. Deməli, Daşüzü götürürük, Kür çökməsi, tektonik zonası. Burada cavab olacaq Kür çökməsi, C variantı. Doğru fikirləri müəyyən edin. Pirallaha və Çulov adaları Bakı arxipelaqlarına aiddir. Pirallaha və Çulov Bakı arxipelağı yox, Abşeron arxipelağına aiddir. Bunlar, demək, birinci fikir səhvdir. Bizdən doğru fikirlər soruşur. Ona görə birlərlə buradan çıxırıq. 2-də Qarabağ iqtisadi rayonu sahəsinə görə Respublikamızın ən böyük iqtisadi rayonudur. Doğru fikirdir. Demək, 3 də doğrudur. 4 yoxdur, 5-6-ya baxırıq. 5. Gəncə şəhəri eyni adlı fiziki coğrafi rayonda yerləşir. Deməli, Gəncə şəhəri eyni adlı fiziki coğrafi rayonda yerləşir. Xeyr, gəlin buna biz baxaq xəritə üzərində. Deməli, Gəncə şəhəri bax bura düşür. Bu da olacaq Qazax Qarabağ fiziki rayonu bura. Gəncə rayonu isə bax buradır. Gəncə fiziki rayonu buradır. Deməli, bu fikir yanlış fikirdir. Burada 5 oldu, yanlış fikir. 5 yanlışdırsa cavab olacaq A variantı. Böyük Kirs, Kömürköy, Küküdağ, Qırxız zirvələri, Kiçik Qafqaz tektonik
zonasında yerləşir. Yəni eyni tektonik zonaya düşür. Bu fikir doğrudur. Cavab A variantı. Doğru fikirləri müəyyən edin. Şimal Buzlu okeanında yerləşən Qrenlandiya çökəkliyində su kütləsi donmuş vəziyyətdədir. Ümumiyyətlə, okean suları bilir ki, duzlu olur və bu Qrenlandiya çökəkliyindəki sular da donmuş vəziyyətdə deyil, sadəcə səthində buzlaşma gedir. Bu fikir yanlış fikirdir. Deməli, 1-i götürmürük cavabda. 2-yə baxaq. Okeanların tropik enliklərində buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq mövcud deyil. Yəni, buradan söhbət gedir, okeanların tropik enliklərindən söhbət gedəcək. Burada demək, buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq mövcud deyil. Bəli, bu fikir doğru fikirdir. 2-ni götürəcək. 2 varsa, demək, 4 ilə 5-ə baxırıq. Bütün istilik qurşaqlarının sərhədləri orta illik izotermlərə görə müəyyən edilir. Demək, burada biz belə yanaşmalıyıq bu varianta. İstilik qurşaqlarının sərhədləri belə müəyyən olunur. Tropiklərdə orta illik, digər enliklərdə isə ən isti ayın orta temperaturuna əsasən müəyyən olunur. Yəni, bütün istilik qurşaqlarında orta illik izotermə görə müəyyən olunmur. Bu da səhvdir. Eyer gölü mülayim işıqlanma qurşağında yerləşir. Eyer özü yerləşir Avstraliya materikində və Avstraliya materikində cənub tropik xəttindən aşağıda yerləşir. Yəni, mülayim işıqlanma qurşağına düşür. Bu da doğru fikirdir. Cavab olaraq 2 ilə 5. Demək, baxaq, Eyer gölü buradadır. Bu da cənub tropik xəttidir. Cənub tropik xəttindən aşağıda yerləşdiyinə görə düşür mülayim işıqlanma qurşağına. 11. Sxemə əsasən alçaq təzyiq mərkəzlərini müəyyən edin. Deməli, alçaq təzyiq, bir də yüksək təzyiq var, bilirik. Ekvatorla mülayim enliklərdə olur alçaq təzyiq, tropiklərlə qütblərdə olur yüksək təzyiq. Eyni zamanda qalxan hava olur alçaq təzyiq sahəsini yaradır, enən hava isə yüksək təzyiq sahəsini yaradır. Bundan başqa, siklonlarda mərkəzdə alçaq təzyiqdir, antisiklonlarda isə mərkəzdə yüksək təzyiqdir. İndi gəlin baxaq. Birinci baxıram, elə birinci məntəqəyə. Birinci məntəqədə hava axınları kənardan mərkəzə doğrudur. Deməli, bu nədir? Siklon. Siklonda mərkəzdə olur təzyiq, alçaq təzyiq. Bizdən alçaq təzyiq soruşur. Deməli, 1-i götürəcəm. 2-də isə hava axınları mərkəzdən kənara doğrudur. Deməli, bu antisiklondur. Antisiklonda mərkəzdə olur yüksək təzyiq. Ona görə bu sualımızın cavabına uyğun gəlmir. 3-cü, burada hava axınları enən formadadır. Enən, yuxarıdan aşağıya doğru enən və enən hava axınları yüksək təzyiq sahəsini yaradır. Ona görə bu da uyğun gəlməz. 4-də isə qalxan hava formalaşıb, qalxan hava alçaq təzyiq sahəsini formalaşdıracaq. Ona görə 4-də cavabımız da var. Cavablar 1 və 4, yəni D variantı. 12. Doğru olmayan fikirləri müəyyən edin. 1. Kalimantan və Yeni Qvineya adalarının ərazisi 2 ölkəyə məxsusdur. Demək, Kalimantan adası buradır və burada bu hissədə İndoneziya, burada Malayziya, burada isə Brunei. Yəni, 3 dövlətin ərazisi burada yerləşir. Bizdən doğru olmayan məlumatları soruşur deyə biri götürə bilərik. Çünki səhv məlumatdır. Biri də götürsək, onda bu variantları çıxmalıyıq. 1, 2, 4, 1, 5, 6. Digər variantlara baxaq. 2-də deyir, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin arasında inkişaf etməkdə olan ölkələr mövcuddur. BMT-nin daimi üzvləri ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa. Burada Çin inkişaf etməkdə olan ölkələr qrupuna aiddir. Eyni zamanda Rusiya doğru fikirdir. Doğru olduğuna görə sualımızın cavabına uyğun gəlmir. 2-də çıxırıq. Bizə doğru olmayanlar lazımdır. Bu zaman cavab Y qalır. Deyir, Qarda, İnari və Sayma gölləri Şimal Avropada yerləşir. Qarda gölü İtaliyadadır. İtaliya Cənub Avropaya aiddir. Yanlış məlumatdır, amma sualımızın cavabına uyğundur. Şərtinə daha doğrusu uyğundur. Cənubi Şərqi Asiyada yerləşən Starion çayı dünyanın ən çirkli çayı olub, Saluyun çayının ən uzun qoludur. Xeyr, Saluyun çayı, İravadi, Saluyun, bunlar Andaman dənizinə tökülən çaylardır və Starion çayı isə Yava adasında yerləşir. Bu fikir də yanlış fikirdir. Sualımızın cavabında var. Cavab Y variantı var.
13. Aşağıda verilmiş adaları orta ildeki yağıntı miqdarının azalmasına görə sıralayın. Azalmasına görə sıralamaq üçün biz başlamalıyıq yağıntının ən çox düşdüyü yerə. Təbii ki, bu da Sulawesi adası olacaq. Çünki Sulawesi adası ekvatorial ərazilərdə yerləşir. İlin bütün aylarında bura yağıntı düşür. Və 1 ilə başlayacaq. Bəs ən az yağıntı burada hara düşər? Təbii ki, Esmir adasına düşər. Esmir adası şimal qütbünə daha yaxın yerləşir deyə 1 ilə başlayıb 4 ilə bitməlidir. Daha sonra 1-dən sonra neçə gələr bəs? Digər 3 adanın içərisində Siciliya, Novya Zemlya və Haiti. Bunların içərisində yağıntının ən çox düşdüyü ikinci ada təbii ki, Haiti adasıdır. 1-dən sonra gələr 5, daha sonra 2 Siciliya adası. Burada subtropik iqlim qurşağına düşür və daha sonra Novya Zemlya. Cavab olaraq 1, 5, 2, 3, 4 A variantı olacaq. 14. Cədvəlin aid olduğu məntəqəni müəyyən edin. Ümumi olaraq orta ildəki yağıntıların miqdarını tapırıq. Bu da 1146 millimetr edəcək. Yağıntının miqdarı çoxdur. İndi biz nəyi tapmalıyıq? Məntəqəni tapmalıyıq və diqqət eləyək. Yağıntılar ilin hansı vaxtında daha çox düşür? Bax, bu aylarda. Yəni, daha çox yağıntının düşdüyü aylar ilin soyuq dövrünə təsadüf edir. Yayı quraq keçir. Yay ayları quraq keçir. 22 mm, 17 mm. Yayı quraq keçən bir iqlim tipinə aid olan bir ərazidir və ora yağıntılar təxminən 1146 mm. Təbii ki, bu da Lənkərana uyğun gələr. A variantı var cavabımız. Vulkanik mənşəli adaları müəyyən edin. Azor, Müqəddəs Yelena, Komor, Madagaskar. Madagaskar bilirik ki, materik mənşəli ada hesab olunur, olmaz. Müqəddəs Yelena, Kuril, Havay, Aleut. Və bu adaların hər biri elə vulkanik mənşəli adalar hesab olunur. Cavab B variantı olacaq. Demək, Müqəddəs Yelena, Kurildir, Havay və Aleut adaları. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Çayın adı, mənsəbinin yerləşdiyi hövzə və mənsəbin yerləşdiyi ölkə. Po çayı bilirik ki, Apennin yarımadasından axır və mənsəbi Adriatik dənizidir. Ölkə kimi də İtaliyaya mənsubdur. Demək, 1 doğrudur. 1, 3, 5, 1, 4, 6. 3-ə baxaq. İravadi çayı, Siam körfəzi, İravadi çayı, Siam körfəzi, Myanma. İravadi çayının mənsəbi Siam körfəzi yox, Andaman dənizidir. Ona görə bu fikir burada səhvdir. Deməli, cavabda 3 olmaz. Cavab olar 4. 1, 4, 6. 4-də qeyd olunur, İli çayı Balxaş gölünə tökülür, doğrudur və Qazaxstana məxsusdur, doğrudur. 6-da Rona çayı Aralıq dənizə tökülür və bu da Fransaya məxsusdur. Cavab oldu B variantı. Xəritə çıxımı əsasən rəqəmlərə müvafiq gələn coğrafi obyektləri müəyyən edin. 1, 2, 3, 4. Deməli, burada birinci Avrasiyanın şimal-şərqində yerləşən Anadır körfəzidir. İkinci, Kamçatka yarımadasının qərb tərəfində yerləşən Şelixov körfəzi. Üçüncü adadır artıq. Təbii ki, bura düşür Saxalin adasına. Və dördüncü uyğun gəlir Kuril adalarına. Gəlin baxaq, görək hansı varianta uyğun gələcək. Demək, Anadır, Şelixov, Saxalin, Kuril. Variantlara baxanda isə bunu A variantında olduğunu görürük. Cavab A variantı var. Buzlaq mənşəli gölləri müəyyən edin. Böyük Kölə, Böyük Ayı, Maracaibo, Niasa. Niasa gölü buzlaq olmaz. Titicaca, Cenevre, Huron, Michigan. Titicaca gölünü çıxarıq. Getdi. Erie, Ontario, Van, Boden. Van gölü Türkiyədə yerləşir, buzlaq mənşəli deyil. Lobnur, Hiller, Çəhray Hiller gölündən söhbət gedir. Artıq bu da buzlaq mənşəli olmayacaq. Ladoqa Rusiyada yerləşir, Venerin İsveçdə, Winnipeg, Onega. Bunların hər biri buzlaq mənşəli gölləri hesab olunur. Cavab E variantı var.
19-cu suala baxıram. Respublikamızın aşağıda verilmiş su anbarlarını yerləşdikləri müvafiq inzibati rayonları müəyyən edin. Deməli, Uzunoba. Uzunoba Babəkdə. Əyriçay Şəkidə. Cavanşir Ağsudada. Yekəxana isə təbii ki, İsmayıllıda. Baxaq indi hansı variantə uyğun gəlir? Babək, Şəki. İsmayıllı, Ağsu yox. Burada yerini tərsə yazıblar. Culfa olmaz. Babək, Şəki, Ağsu, İsmayıllı. C variantı. 20-ci sual. Doğru fikirləri müəyyən edin. 1. Qoşqarçayın çirklənməsində qeyri-filiz mənşəli faydalı qazıntı tullantılarının rolu daha böyükdür. Qoşqarçayın keçdiyi ərazilər Kiçik Qafqaz tektonik zonasına uyğun gəlir əsasən və həmin ərazilərdə qeyri-filiz yox, filiz mənşəli faydalı qazıntılar üstünlük təşkil edir. Birinci fikir yanlış fikirdir. Qız Qalası hidroqovşağı Füzuli inzibati rayonu ərazisində yerləşir. Deməli, Füzuli yox, Cəbrayıl qeyd olunmalıdır. Bu fikir yanlışdır. 2 də cavabda olmaz. 3-ə baxırıq. 3 doğrudur. 22 iyun tarixindən başlayaraq Ağdərə şəhərində gündüzün uzunluğu azalmağa başlayır. Bəli. Çünki 22 iyun günəşin 23.5 dərəcə şimal enliyi üzərində zenitdə olduğu gündür və Ağdərə şəhərdə şimal yarımkürəsində yerləşir və getdikcə gündüzün uzunluğu azalmağa başlayır. 3 doğru. 4 və yaxud 5. Zəfər zirvəsi Qarabağ dağlarında yerləşir. Zəfər zirvəsi Böyük Qafqaz tektonik zonasına aiddir. Qarabağ dağları isə Kiçik Qafqaza aiddir. Yəni bu fikir yanlışdır. Cavab olaraq D variantı. 5-də qeyd olunur ki, ölkəmizin sahəsi üzrə dairəvi diaqramı qurularkən İsmayıllı inzibati rayonuna düşən uyğun sektor bucağı Şamaxıdakından daha böyükdür. Yəni İsmayıllı ərazisi daha böyükdür, Şamaxı isə İsmayıllıya nisbətən daha kiçikdir. Bunu demək istəyir. Doğru fikirdir. Cavab 3-5. 20-də cavab olacaq D variantı. Xəritə sxemində verilmiş, deməli, rəqəmlərlə verilmiş su anbarları üçün ümumi olmayan əlaməti müəyyən edin. Talış ərazisi göstərilir Bərdə. Deməli, bu Tərtər çayıdır. Tərtər çayın üzərindəki su elektrik stansiyalarından Sərsəng və demək, digər su anbarımız olacaq Suqovşan. Suqovşan və Sərsəng. Bizə deyir ki, bunlara ümumi olmayan, hər ikisinə ümumi olmayan məlumatı götürməliyik. Üzərlərində SES fəaliyyət göstərir. Bəli, burada həqiqətən də hər ikisində fəaliyyət göstərir. Yerləşdikləri ərazilərdə qışı quraq keçən mülayim isti iqlim formalaşıb. Qışı quraq keçən mülayim isti iqlimə ümumiyyətlə ölkəmizdə harda rast gəlinir? Böyük Qafqazın cənubundakı Qanı Xərçə vadisində, Kiçik Qafqazın alçaqdalıq ərazilərində rast gəlinir və bu fikir demək olar ki, hər ikisinə aiddir. 2 iqtisadi rayonun ərazisində yerləşirlər. Baxaq. Burada Suqovşanı biz, yəni Ağdərəni verəcək Qarabağ iqtisadi rayonuna. Amma Tərtər yox, daha doğrusu Kəlbəcəri isə verəcək Şərqi Zəngəzura. Yəni bunların yerləşdiyi tektonik, bunların daha doğrusu yerləşdiyi iqtisadi rayonlar fərqlidir hər ikisinin. Deyir ki, 2 iqtisadi rayonun ərazisində yerləşirlər. Demək, 23-cü suala baxırıq. 23-cü sualda qeyd edilir. Doğru fikirləri müəyyən edin. 22 iyun tarixində Bakı şəhərində günəş şüalarının maksimum düşmə bucağının müşahidə olunduğu saat sutkanın ən isti vaxtı deyil. Günəşin maksimum düşmə bucağı 90 dərəcədir bilirik. Bu 22 iyun tarixində 23.5 dərəcə şimal enliyinə uyğun gəlir. Və həmin vaxt saat 12:00-a uyğun gəlir və eyni zamanda 12:00 yəni Bakı şəhəri üçün götürülsə, biz onu sutkanın ən isti vaxtı kimi götürə bilmərik. Çünki bilirik ki, sutka ərzində ən yüksək temperatur saat günortadan 2-3 saat sonra 14-15 radələrinə uyğun gəlir. Yəni 12:00-a yox, 14-15-ə. Yəni bu fikir nə fikirdir? Doğru fikirdir. Burada problem yoxdur. Bizdən doğru fikirləri soruşur deyə birləri cavabda saxlamalıyıq. İndi 1, 2, 3 və 1, 5, 6-cı variantlara baxırıq. 2. Ekvatorial iqlim qurşağı ekvator xəttinin keçdiyi bütün ərazilərdə mövcuddur. Bu fikir yanlışdır. Niyə? Çünki ekvatorial iqlim qurşağı həm Cənubi Amerika materikində, həm də Afrika materikində
tam zolaq əmələ gətirmir. Halbuki ekvator özü həm Cənubi Amerika materikini, həm Afrika materikini kəsir. Sadəcə olaraq orada ekvatoral iqlim qurşağı subekvatoral iqlim qurşağı ilə əvəz olunur. Tam zolaq əmələ gətirmir. İki yanlış fikirdir. Cavabımız olacaq burada bizim 1, sonra 5 və 6. 5-də qeyd olunur ki, miqyasları bərabər olan iki xəritədən birinin divarda tutduğu sahə böyükdürsə, o daha az ümumiləşdirməyə məruz qalıb. Bəli, çünki orada daha çox məlumat yerləşdirmək olar. Fikirləşək, bir A4 vərəqini fikirləşirik, bir də dəftər vərəqi normal balaca. Biz A4 vərəqinə daha çox məlumat qeyd edə bilirik, nəinki dəftər vərəqinə. Çünki dəftər vərəqi kiçik olduğuna görə orada müəyyən məlumatları çıxarmaq, ümumiləşdirmək tələb olunur. Bu fikir doğru fikirdir. 6. Şimali Amerika litosfer tavası şimal-qərb istiqamətində hərəkət edir, bəli, və demək, Sakit Okean tavası ilə toqquşur. Bu da doğru fikirdir. Növbəti suala baxacaq. Xəritə sxemə əsasən çayların səviyyələrinin il boyu nisbətən sabit olduğu əraziləri müəyyən edin. Ümumiyyətlə, çayların səviyyələrinin il ərzində sabit olduğu elliklər, ərazilər ekvatoral iqlim qurşağı ola bilər. Çünki ekvatorda bilirik ki, ilin bütün vaxtında yağıntı düşür və çayların suyu il ərzində pulsul olur. Bundan başqa mülayim dəniz iqlim tipində yerləşə bilər. Çünki bilirik ki, mülayim dəniz iqlim tipində yağıntılar il boyu bərabər paylanır. Və bununla da bərabər subtropik iqlim qurşağın bərabər rütubətli tipinə də düşə bilər. Bilirik ki, həmin tipdə də il ərzində yağıntının miqdarı demək olar ki, bir-birinə bərabər olur. Gəlin baxaq. Birinci məntəqəmiz tropik dəniz iqlim tipindədir. Burada da yağıntılar demək olar ki, il boyu bir-birinə bərabər şəkildə paylanır. Biri cavabını götürəcək. Daha sonra baxaq 2-yə. 2-də də götürmək olar. 2 götürmək olmaz. Çünki 2 düşür subekvatoriala. Burada yağıntılar əsasən yayda düşür. Qış ayı mülayim. Qışda yağıntılar az düşdüyünə görə quraq keçir. 2 olmaz. 1 var, 2 yoxdur. 3-ə baxırıq. 3 yerləşir, bax burada, mülayim dəniz iqlim tipində. Burada da yağıntılar il boyu bərabər paylanır. 1, 3. Daha sonra demək A variantını götürəcək burada. D-də çıxır. 5. Subtropikin bərabər rütubətli tipi və 8. 8 də düşür elə demək, mülayim iqlim qurşağının dəniz tipinə. Mülayim dəniz 8. Cavab olacaq 1, 3, 5, 8. A variantı. 25-ci suala baxıram. Köçürmə kapitalizm ölkələrini müəyyən edin. Bilirik ki, köçürmə kapitalizm ölkələrinin əhalisi metropoliyalardan təşkil olunmuşdur və bura Avstraliya ölkəsi, Yeni Zelandiya, Kanada, Car və İsrail aiddir. A variantında Fransa olmaz. Demək, B variantında elə cavabımız B variantı olacaq. C-də Singapur, Kipr olmaz. Yunanistanda həmçinin Koreya, bunlar olmaz. Cavab B variantı olacaq. 25B. 26. Demoqrafik keçidin birinci mərhələsinə uyğun gələn xalqların yaşadığı əraziləri müəyyən edin. Demoqrafik keçidin birinci mərhələsində doğum və ölüm arasındakı nisbət necə dəyişir? Burada təbii şəraitdən asılılıq özünü biruzca verir və deməli, insanların təbiətdən asılılığı burada yüksək səviyyədə özünü göstərir. Necə olacaq bəs vəziyyət? Doğumun səviyyəsi yüksəkdir. Eyni zamanda ölümün səviyyəsi yüksəkdir, çünki səhiyyə hələ ki inkişaf etməmişdir. Buna nəzərən təbii artım aşağıdır. Bura aiddir Yeni Qviniya adası, Amazon ovalığı və Kongo çökəliyi. Elə A variantındakı ərazilər bura uyğun gəlir. 26 cavab A. 27-ci sual. Yer kürəsinin orbit müstəvisinə meyilliyinin dəyişməsi nəticəsində şimal mülayim işıqlanma qurşağının şimal və cənub sərhədlər arasındakı məsafə 3774 kilometr təşkil etmişdir. Amma indiki vəziyyətə görə, yəni yerin orbit müstəvisinə meyillik bucağının 66,5 dərəcə olmasına görə, görək bu elliklər arasındakı məsafə nə qədər olmalıdır? Şimal mülayim işıqlanma qurşağının şimal sərhədi keçir 66,5 dərəcə şimal elliyindən, cənub sərhədi keçir 23,5 dərəcə şimal elliyindən. Bunlar arasındakı dərəcə fərqi neçə eləyər? Təbii ki, 43 dərəcə. Və 43 dərəcəni kilometrə çevirmək üçün 111-ə vurarıq. Bu da eləyər, demək, 4773 kilometr. Yəni, hazırki normal vəziyyətdə şimal mülayim işıqlanma qurşağının şimal və cənub sərhədi arasındakı məsafə olmalıdır 4773 kilometr.
Bəs yaxşı, bunun 3774 kilometr olması üçün yerin orbit müstəvisinə meyillik bucağı neçə olmalıdır? İndi bunu tapmaq lazımdır. Bunu tapmaq üçün 3774-ü böləcəyik 111-ə. Bu da bərabər eləyər neçə? 34 dərəcə. 34 dərəcə. Əvvəlki vəziyyətdə bu enliklər arasındakı dərəcə fərqi 43 dərəcə isə artıq 34 dərəcədir. Bu məlumatlara görə biz artıq şimal mülayim işıqlanma qurşağının şimal və cənub sərhədlərini tapa bilərik. Deməli, şimal mülayim işıqlanma qurşağının şimal və cənub sərhədi dərəcə fərqləri 90 dərəcədir. Daha doğrusu dərəcə cəmləri 90 dərəcədir. Dərəcə fərqləri 34 dərəcədir. Gəlin görə bunlar neçədir? Yazıram. Şimal mülayim işıqlanma qurşağının şimal sərhədi x ilə işarə edirəm. X plus cənub sərhəddən y ilə işarə edirəm. Olur 90 dərəcə. Eyni zamanda x çıxılsın y bərabərdir 34 dərəcə. Yəni bunların dərəcə fərqləri 34 verir, cəmləri 90 verir. Buradan 2x bərabər 124-ə, x bərabərdir neçəyə? 62 dərəcə. Tapdıq ki, şimal mülayim işıqlanma qurşağının şimal sərhədi keçir 62 dərəcə şimal enliyindən. Bəs bunun cənubu hardan keçər? 62-dən neçəni çıxsam 34 eləyər. Təbii ki, 28 dərəcə eləyər. Cənubu keçir 28 dərəcə şimal enliyindən. Tapdıq. İndi bu məlumatlardan sonra bizə deyir ki, bu halda günəş şüalarının minimum düşmə bucağının 36 dərəcəyə bərabər olan və fərqli enliklərdə yerləşən məntəqələr arasındakı ən qısa məsafəni hesablayın. Hesablayaq. Yazırıq. Deməli, əvvəlki vəziyyətdə yerin orbit müstəvisinə meyillik bucağının 66.5 dərəcə olduğu vəziyyətdə tropiklər 23.5-dən keçirdi. Çünki orbit müstəvisinə meyillik bucağı ilə tropiklərin dərəcə cəmi 90 verməlidir. İndi isə artıq yerin orbit müstəvisinə meyillik bucağı keçir 62 dərəcədən və buna nəzərən tropiklər keçir hardan? 28 dərəcədən. Çünki bunların cəmi 90 verməlidir. Yazıram düsturu 90 çıxılsın, yəni yerin belə deyim, minimum düşmə bucağının düsturunu qeyd edirəm. 90 çıxılsın məntəqə x çıxılsın 28 dərəcə bərabərdir 36-ya. Buradan x bərabərdir. X bərabərdir. Olur demək 28-i bir yana keçirəndə müsbət olur. 64 eləyir. 28-dən 36-nın cəmi. 90-dan da neçəni çıxsaq 64 edər. Təbii ki 26-dan. 26 dərəcə. Bu da 26 dərəcə şimal və 26 dərəcə cənub enlikləri arasındakı məsafəni bizdən soruşur. Biri şimal enliyidir, biri cənub enliyidir. Bunlar arasındakı məsafəni tapmaq üçün bunları cəmləyib ümumi ədədi 111-ə vurmaq kifayət edir. Bu da eləyər, deməli 26 52 vurulsun 111 5772 kilometr. Cavab olar C variantı. 28. Düzgün olmayan fikirləri müəyyən edin. Ekvator xətti ilə kəsişən ərazilərdə yalnız 2 təbii zonaya rast gəlinir. Demək, ekvatorun kəsdiyi ərazilər Cənubi Amerika və ekvator əsas materikləridir və ekvatorun Afrikanın kəsdiyi hissədə həm rütubətli ekvatoral meşələr, həm savannalar rast gəlinir, eyni zamanda burada dəyişkən rütubətli meşələr təbii zonası da var. Deməli, yalnız 2 yox. Bu fikir səhvdir. Səhv olduğuna görə sualımızın cavabını da götürmək olar. 1 var cavabda. 2-yə baxaq. Braziliyada polad istehsalı dəmir filizi hasilatından daha çoxdur. Polad istehsalı dəmir filizi hasilatından daha çoxdur. Daha çox deyil. Bu fikir yanlış fikirdir. Yanlış olduğuna görə bilir ki, Braziliya dəmir filizi hasilatına görə fərqlənir. Bu fikir də yanlış fikirdir və yanlış olduğuna görə cavabda götürəcəyik. 3. Ekvatoral meşələrdə 3-cü yarusda 10-20 metr hündürlüyü olan ağaclar yayılıb bilirik. Doğru fikirdir. Burada problem yoxdur. Diorit və obsidian effuziv maqmatik sulara aiddir. Diorit intruzivdir. Maqmat effuziv deyil. Bu fikir yanlış fikirdir. Yanlış olduğuna görə cavabı götürəcəyik. Cavab olacaq 1, 2 və 4. D variantı. 29. Düzgün fikirləri müəyyən edin. İsveç, Norveç, Danimarka və Belçika unitar monarxiyalardır. Bəli, hər bir monarxiyadır və bunların deməli bir dəqiqə federativ olmasına bağlı bir məlumata baxaq. Belçika federativdir, unitar deyil. Deməli, bu fikir yanlışdır. Yanlış olduğuna görə biz burada nə edirik? Biri
Götürmürük cavabda. Çünki bizdən düzgün məlumatları soruşur. Cavab qalır 2, 4, 5 və 2, 4, 6. 2, 4 deməli doğru fikirdir. 5-dən 6-ya baxacaq. 5. Əfqanistanda iqtisadiyyatın 3-cü sektoru mövcud deyil. İqtisadiyyatın 3-cü sektoru. Burada əsasən xidmət sahələrini əhatə edir. Əfqanistanda xidmət sahələri var, amma təbii ki, çox aşağı səviyyədə inkişaf etmişdir. Amma ümumiyyətlə mövcud deyil fikri yanlış fikirdir, səhvdir. FAO təşkilatı ərzaq təhlükəsizliyinə nəzarət edir, doğru fikirdir. Cavab olacaq 2, 4 və 6. D variantını götürəcək. Digər variantlar isə doğru hesab olunmur. Hansı fikirlər Argentina və Uruqvay üçün ümumi əlamətlər hesab oluna bilər? Argentina və Uruqvay Latin Amerikası ölkələri hesab olunur və bilirik ki, Şimal Amerikada fransız və ingilis, Cənubi Amerikada isə İspan və Portuqal dilləri rəsmi dövlət dili kimi qeyd oluna bilər. Və birincidə deyir, rəsmi dövlət dilləri İspan dilidir. Biri cavabda götürə bilərik. 2. Paytaxtları La Plata körfəzinin sahilində yerləşir. Deməli, hər iki ölkənin paytaxtı demək olar ki, La Plata körfəzinin sahilində yerləşir. Buraya Buenos Aires və Montevideo şəhərlərini biz qeyd edə bilərik. 2 də doğru fikirdir. Deməli, ya 3 ya da 6 cavabımız da götürüləcək. Paragvay ilə və Braziliya ilə həmsərhəddir. Paragvay və Braziliya ilə həmsərhəddir. Uruqvayın Paragvay ilə ümumiyyətlə sərhədi yoxdur. Ona görə 3-ü biz ortaq fikir kimi götürə bilmərik. 6. Təsərrüfatın ərazi quruluşunun monosentrik forması səciyyəvidir. Bilirik ki, təsərrüfatın ərazi quruluşunun bir polisentrik, yəni çox mərkəzli və yaxud da monosentrik, yəni tək mərkəzli forması var. Əsasən monosentrik inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Polisentrik inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Və bu ölkələrin hər ikisi inkişaf etməkdə olan ölkə olduğuna görə 6-cı fikir doğru fikirdir. Cavab olacaq 30-da D variantı. Düzgün fikirləri müəyyən edin. Cəbal Tariq və Skagerrak boğazları eyni okean hövzəsində yerləşir. Təbii ki, Skagerrak boğazı Avropanın təxminən şimal hissələrindən düşür. Cəbal Tariq isə Avropanın qərb hissələrindən düşür və hər ikisi Atlantik okeanı sularına aiddir. 1 doğrudur. Bizdən düzgün fikirləri soruşur deyə cavabda 1 olacaq. Keçək 2-yə baxaq. Zond və Yucatan boğazları okeanları birləşdirir. Zond və Yucatan boğazları. Yucatan boğazı okeanları birləşdirmir. Əksinə Karib dənizi ilə, demək, Karib dənizi ilə Meksika körfəzini birləşdirə bilər. Amma okeanları birləşdirmir təbii ki. 2 səhvdir. 2 səhv olduğuna görə cavablarda heç 2 də yoxdur. 3-ə baxaq. İrlandiya, Baffin və Banda dənizləri coğrafi mövqeyinə və okeandan təcrid olunmasına görə eyni qrupa aiddir. İrlandiya, Baffin və Banda dənizləri coğrafi mövqeyinə və okeandan təcrid olunmasına görə. İrlandiya dənizi, Baffin dənizi və Banda. Bunlar kənar dənizi hesab olunur təbii ki, hər üçü də. Həm İrlandiya, həm Baffin, həm də ki Banda dənizi. Bunlar kənar dənizi hesab olunur. Demək, düzgün fikirləri müəyyən edin. Cəbal Tariq və Skagerrak boğazları eyni okean hövzəsində yerləşir. Cəbal Tariq boğazı bura, Skagerrak boğazı da təxminən düşür bu istiqamətə. Bunların hər ikisi də Atlantik okean hövzəsinə aiddir. Bu fikir doğru fikirdir. 1 doğru. 2. Zond və Yucatan boğazları okeanları birləşdirir. Yucatan boğazı təxminən burada yerləşir, bura düşür. Bu da Karib dənizi ilə Meksika körfəzini birləşdirir. Yəni okeanları birləşdirir fikri səhvdir. Bizdən doğru fikirlər tələb olunurdu. 1 doğrudur, amma 2 yanlışdır. Ona görə 1-ləri saxlayırıq, 2-ləri çıxırıq. 3. İrlandiya, Baffin və Banda dənizləri demək, coğrafi mövqeyinə və okeandan təcrid olunmasına görə eyni qrupa aiddir. Bunlar adalar arası dəniz hesab olunur. Hər üçü, demək ki, üçü də doğru fikir kimi götürə bilərik. İndi cavabımız ya 5, ya 6, C variantlarından biri olacaq. Gəlin 5-ə baxaq.
Galapagos, Paska və Kuril adaları eyni okeanda yerləşir. Galapagos harda yerləşir? Galapagos adası Sakit okeanda. Paska adası o da Sakit okeanda yerləşir və Kuril də Sakit okeanda yerləşir. Bu fikir də doğru fikirdir. Demək ki, cavabımız oldu 1, 3, 5. Altda deyir, mərcan mənşəli adalara bütün okeanlarda rast gəlinir. Səhv fikirdir. Misal üçün, Şimal Buzlu okeanda rast gəlinmir. Bu fikir yanlışdır. Cavab oldu Y. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Mali, Kamboca. Mali Afrika ölkəsi, Kamboca isə Asiya ölkəsi hesab olunur. Ərazisi 3 yarımkürədə yerləşir. Ərazi 3 yarımkürədə yerləşirsə, bu Maliyə aiddir. Niyə? Çünki Malini Qrimviç xətti kəsir, amma Kambocanı isə nə ekvator xətti kəsmir, nə də ki Qrimviç xətti kəsmir. Ona görə də biri verəcəyik elə birinciyə. Birdə bir olmayan variantları çıxaq. Buraya uyğun gələcək demək. Yeni çıxırıq, digərləri qalır. Əhalisinin əksəriyyət hissəsi Xmerlərdir. 2. Xmerləri uyğun götürəcəyik demək. Kamboca, bir də ki Mali. Kambocaya. Demək, Xmerlər Kambocaya aiddir. 2 oldu 2-də. 3. Monarxiya idarəetmə formasına malikdir. Asiyanın monarxiya ölkələri Yaponiya, Malayziya, Tayland, Kuveyt, Kamboca, Iordaniya, Butan. Afrikada isə Mərakeş, Lesoto və Svaziland, Esvatini ölkələrini qeyd etmək olar. Mali monarxiya deyil. 3-ü də verəcək Kambocaya. 2-də 2, 3. Cavab ya A ya da ki B olacaq. Ərazisindən axan ən uzun çay ilin isti dövründə bol sulu olur. Ərazisindən axan ən uzun çay ilin isti dövründə bol sulu olur. Bu demək olar ki, hər ikisinə aid olacaq. Niyə? Demək, Kambocanın ərazisindən axan çaylar əsasən Cənub-Şərqi Asiya regionuna aiddir. Orada da subekvatoral iqlim qurşağı altında yerləşən bir ərazi kimi götürülür və yağıntılar əsasən ilin yay fəslində daha çox düşür. Malidən də keçən çayları biz Niger çayına bura aid edə bilərik. O da subekvatoral iqlim qurşağında yerləşir və yağıntılar əsasən yayda düşür. 4 oxşar fikir kimi 3-cüyə uyğun gələcək. Demək, cavabımız oldu A variantı. 1-də Malidə 1 ilə 5. Demək, Kambocada 2 və 3. 4 ilə 5 isə hər ikisinə oxşar xüsusiyyət kimi, 4 ilə 6 isə hər ikisinə oxşar xüsusiyyət kimi götürüləcək. Burada 6 deyir, paytaxtda dəniz sahilində yerləşmir. Həm Kamboca, həm də ki Maliyə aid olan xüsusiyyət kimi götürülür. 3-də 4, 6. 32-də cavab oldu A variantı. Növbəti suala baxırıq. Kür çayı sahilində yerləşən inzibati rayonları müəyyən edin. A variantı Qubadlı yerləşməz getdi. B variantı Kürdəmir, Sabirabad, Zərdab, Qazax hər biri yerləşir. C variantı Zəngilan olmaz. D variantı Cəbrayıl olmaz. E variantında demək Ağsu olmaz. Cavab B variantı olacaq. 34. San Francisco, Colorado, Magdalena və Volta çaylarının mənsəblərinin yerləşdiyi ölkələri müvafiq olaraq müəyyən edin. San Francisco çayı Cənubi Amerika materikindən axan bir çaydır və mənsəbi yerləşir özə Atlantik okean hövzəsinə aiddir. Atlantik okeanına tökülür. Demək, 34-də San Francisco-nu götürəcək Braziliyaya. Mənsəb Braziliyadadır. Ona görə A və D variantları getdi. Colorado çayı Şimali Amerika materikinə aid olan bir çaydır və burada Colorado çayının mənsəbi düşəcək Meksikaya. Meksikada deməli yerləşir Colorado çayı. Hara tökülür bəs? Təbii ki, hansı okean hövzəsinə aiddir Colorado? Sakit okean hövzəsinə aid bir çaydır. Kaliforniya körfəzinə tökülür Colorado çayı. Ona görə C və C variantında çıxırıq. Cavabımız ya B ya da Y olacaq. Magdalena çayı. Magdalena çayı Cənubi Amerikada yerləşir və şimal istiqamətdə axaraq Karib dənizinə tökülür. Mənsəbinin yerləşdiyi ölkə isə deməli Kolumbiyanı götürməliyik. Magdalena Kolumbiya, Volta çayı isə Qanada yerləşir. Üzərində Volta su elektrik stansiyası da fəaliyyət göstərir. Cavab olacaq B variantı. 35-ci sual. Hansı ərəb ölkələrində günəş zenitdə olmur? Yəni, günəşin zenitdə olmaması üçün
həmin ölkələr tropik xəttlərdən kənarda yerləşməlidir. Baxaq. Qətər. Burada Qətər verib, sonra Bəhreyn, Oman, Yordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən. Ümumiyyətlə, Yordaniya bilirik ki, Aral dənizinin təxminən sahillərinə düşür. Ona görə də Aral dənizinin sahilləri də tropik xəttlərdən kənarda yerləşir. Yordaniya cavabda olacaq. Cavabda 4 var. Daha sonra bir Qətər. Qətərdə də günəş zenitdə olmur, İran körfəzinin sahilinə düşür və Qətər də cavabda var, 1 də var, 1, 4. İndi 2, 4 yoxsa 1, 4, 6. 2-də Bəhreyn qeyd olunub, 6-da Yəmən qeyd olunub. Demək, Bəhreyni götürəcəyik burada cavabda, çünki Bəhreyn yerləşir, İran körfəzinin təxminən şimal hissələrinə düşür. Cavab olacaq Bəhreyn. Demək 2. 1, 2, 4. Y variantında günəş zenitdə olmur. Yer kürəsinin orbit müstəvisinə meyillik bucağının dəyişməsi nəticəsində şimal qütb işıqlanma qurşağının cənub sərhədi hal-hazırki sərhədindən 5,5 dərəcə şimala tərəf yerini dəyişmişdir. İndiki vəziyyətdə yerin orbit müstəvisinin meyillik bucağı 66,5 dərəcədir və şimal qütb işıqlanma qurşağının cənub sərhədi keçir 66,5 dərəcə şimal enliyindən. Bu, əgər 5,5 dərəcə şimala yerini dəyişsə, gəlib çatar 72 dərəcə şimal enliyinə. Bu zaman kölgənin uzunluğunun ildə bir dəfə sıfıra bərabər olduğu enliklər arasındakı məsafə miqyası 1/6.660.000 olan xəritədə neçə santimetr olar? Kölgənin uzunluğunun ildə bir dəfə sıfıra bərabər olduğu enliklər tropik enliklərdir. Və hazırki vəziyyətdə tropik enliklər 23,5 dərəcə enliklərdən keçirsə, sualın şərtinə görə artıq tropik enliklərin dərəcəsi dəyişəcək. Yerin orbit müstəvisinə meyillik bucağı 72-dirsə, tropiklər keçəcək 18 dərəcə şimal enliyi, 18 dərəcə cənub enliyi. Bunlar arasındakı məsafəni tapmaq üçün onları toplayırıq. Elə də 36 dərəcə. Daha sonra 36 dərəcəni çevirməliyik kilometrə. Bunun üçün 36-nı vurmaq lazımdır 111-ə. Bu da eləyər 3996 kilometr. Bu həqiqi məsafə. Bu da miqyas. Bizə nəyi soruşur? Xəritədəki məsafəni soruşur. Xəritə üzrə məsafəni tapmaq üçün həqiqi məsafəni, yəni 3996-nı bir dəqiqə aşağıdan qeyd edək, 3996 bölünsün miqyasın kəmiyyəti 1, 2, 3, 4, 5, 66,6-ya. O da bərabərdir. Deməli, 3996 bölünsün 66'dan 6 eləyər 60 santimetr. Cavab oldu C variantı. 37. Cədvəlin aid olduğu məntəqəni müəyyən edin. 12 aylıq ümumi orta yağıntının miqdarı eləyir 267 mm. Bu da bilirik ki, yağıntının ölkəmizdə az düşdüyü ərazilərdən biridir və temperatura fikir verək. Qışda temperatur mənfiyə qədər düşür. Təbii ki, Laçın, Şuşa olmaz. Orada yağıntının miqdarı çox olar. İmişli və Kürdəmirə də çıxırıq temperatura görə və cavab olacaq Y variantı Naxçıvan. 37-də Y variantını qeyd elədik. Keçək 38-ə. Cədvələ əsasən doğru sıranı müəyyən edin. Mincivan qəsəbəsi, Mincivan yaşayış məntəqəsi yerləşir Zəngilanda, doğrudur. Zəngilan özdə aiddir Şərqi Zəngəzur iqtisadi rayonuna. Elə bir doğrudur. Cavab B variantı. 39-dan davam edirik. Müvafiq olaraq Tamil İlan, Dnesteryanı, Olster və Basklar ölkəsi qaynar nöqtələrinin hansı ölkələrdə olduğunu müəyyən edin. Tamil İlan bilirik ki, Şri-Lankaya aiddir. Dnesteryanı götürəcəyi Moldovaya, bura Moldovaya aiddir. Olster Birləşmiş Krallığa aiddir. Basklar ölkəsi isə İspaniyaya aiddir. Demək, cavab C variantı olacaq 39-da. Sonuncu sual 40-cı suala baxacaq. 40-da Padarçöl Göylər Dəmir yol xətti hansı iqtisadi rayonları əlaqələndirir? Burada Şamaxı və Hacıqabul rayonları əlaqələndirir. Şamaxı, Dağlıq Şirvan, Hacıqabul, Şirvan, Salyan. Cavab D variantı.